Salam Çınarə, sabahınız xeyir olsun. Bəli, vurğuladığınız kimi İrana humanitar yardım göndərilməsi ilə bağlı yeni bir xəbərimiz var. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq göstərişinə əsasən İrana humanitar yardım hazırda elə az sonra yola salınacaq. Elə kadrlardan da izləyirsiniz siz. 3 maşın hazırda ərazidədir ki, məhz elə bu maşınlar vasitəsilə İrana humanitar yardım göstəriləcək və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan arasında 2026-cı ildə 8 mart tarixində bilirik ki, telefon danışığı baş tutub və həmin telefon danışığına əsasən qonşu və dost İran xalqının, belə deyilir, hazırki ehtiyaclarının təmin edilməsi məqsədli İrana humanitar yardım az sonra yola salınacaq və Prezidentin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə siz izləyirsiniz. Fövqəladə Hallar Nazirliyinin müvafiq bu 3 avtomobilində İran İslam Respublikasına yola salınan humanitar yardımın tərkibində nələr daxildir, onlardan danışaq. 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tonun artıq su, 600 kiloqrama yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar göndəriləcək. Məsələ hazırda artıq sürücülər də elə əyləşdilər avtomobillərə və elə indiki məqamda 3 Fövqəladə Hallar Nazirinin avtomobilləri ilə İran İslam Respublikasına humanitar yardım göndəriləcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti aparatının məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov da məhz elə bu avtomobilləri müşahidə edəcək. İndiki məqamda dediyimiz kimi, baxmayaraq ki, artıq bu hər kəsə bəllidir ki, İran, İsrail və ABŞ uçağı arasında hökm sürən gərginlik fonunda, dediyimiz kimi, hökm sürən gərginlik fonunda yenə vəziyyət gərgin idi və hətta Naxçıvan Muxtar Respublikası ərazisində dron hücumlar olmuşdu. Şəkirabad kəndi yaxınlığındakı məktəb də vurulmuşdu, amma buna baxmayaraq hələ də İranla olan münasibətlərimiz davam edir və artıq kadrlarda izləyirsiniz. 3 Fövqəladə Hallar Nazirliyinə məxsus olan avtomobil vasitəsilə dediyimiz kimi 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kiloqrama yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar məhz bu 3 Fövqəladə Hallar Nazirliyinə məxsus olan avtomobillər vasitəsilə artıq indiki məqamda yola düşdü. Nazirlər Kabineti aparatının məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov da müşahidə ilə məsələ gördüyünüz kimi bu 3 avtomobil vasitəsilə Fövqəladə Hallar Nazirliyinə məxsus olan bu avtomobillər vasitəsilə yəni yola düşdü. Hazırki məqamda məhz elə söz gedən avtomobillər və İrana dediyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən humanitar yardım edildi və artıq avtomobillər də yola düşdü. Tərkibinə də dediyimiz kimi elə Prezident İlham Əliyevin İranlı həmkarı Məsud Pezeşkiyan arasında baş tutan telefon danışığına əsasən 8 mart tarixində aralarında telefon danışığı baş tutub və həmin telefon danışığı əsasında İranın indiki məqamda ehtiyaclarına uyğun olaraq qonşu ölkəyə humanitar yardım göndərildi. 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tonun artıq su, 600 kiloqrama yaxın çay və 2 tona yaxın da dərman və tibb ləvazimatları hazırki məqamda ehtiyacları göndərildi. Və bu formada da dediyimiz kimi indiki məqamda elə humanitar yardımın yola salınması ilə bağlı kadrları da izlədiniz. Hələlik ərazidən çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Söz yenidə sizdədir.